Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan 42 yaşlı Elgiz Axundovun itkin düşməsi barədə hüquq mühafizə orqanlarına məlumat verilmişdi. Bugün onun meyiti tapıldı. Ailəsi onunla son dəfə 2 gün bundan qabaq əlaqə saxlayıb və o balıq tutmaq adı ilə evdən çıxıb. Bundan sonra Elgiz Axundovdan xəbər almaq mümkün olmayıb və bu səbəbdən onun axtarışlarına başlanılıb. Hadisənin araşdırılması məqsədlə əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları, polis və prokurorluq nümayəndələri, eyni zamanda aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyitin sudan çıxarılması prosesinə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidməti və su ehtiyatları üzrə xilasetmə xidməti əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə sudan çıxarılaraq müvafiq ekspertizaya göndərilib. Hazırda ölümün dəqiq səbəbi müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır. Ayın 4-dən axşamüstü balıq tutmaq adına evdən çıxır, məlumatlara görə. Ayın 8-də bu günləri saat 2-3 radələrində uşaqlar polislərdə adam tapılıb. Məlumata görə Elgiz Axundov ailəli olub və bir qızı, bir oğlu var. Onun itkin düşməsi və sonradan meyitinin tapılması ailəsini və yaxınlarını dərin sarsıntıya salıb. Hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Hadisənin baş vermə səbəbi, ehtimal edilən versiyalar və digər təfərrüatlar hüquqi ekspertiza və istintaq tədbirləri nəticəsində tam aydınlaşdırılacaq.